قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Salam əziz tamaşaçılar və hörmətli dinləyicilər. Müxtəsər və faydalı təfsir proqramının dəyərli izləyiciləri, xoş gördük sizləri. Bugün Bəyyinə surəsinin təfsirini davam etdiririk. İkinci hissə. Dərsin sonunda aşağıda qeyd edilən suallara cavab tapa biləcəksinizi ümid edirik. 1. Hünəfa sözünün mənası nədir? 2. Əgər və zalikə dinul qəyyimə cümləsini Rum surəsi 30-cu ayə ilə yanaşı təfsir etsək, hansı nəticəni əldə etmək olar? 3. Və ma umiru cümləsində məqsəd nədir? Bəyyinə surəsi 5-ci ayənin mesajları nədir? Bismillahirrahmanirrahim. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ. Halbuki onlara bu səmavi kitabda əmr edilmişdi ki, öz dinlərindən ixlasla və təvhidə dönərək Allaha ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Bu doğru və sabit dindir. Hünəfa sözü hənif sözünün cəm formasıdır. Bu söz həqqə meyl etmək mənasını bildirir. Rağib İsfahani Müfrədat kitabında yazır. Bu söz azğınlıqdan düz yola tərəf yönülmək mənasındadır. Cənif dedikdə isə batilə meyl etmək nəzərdə tutulur. Və zəlikə dinul qəyyimə cümləsini Rum surəsi 30-cu ayə ilə yanaşı təfsir etdikdə xalis ibadətin Allaha, əlaqənin, namazın, imkansızlara yardımın, zəkatın insanın fitri tələblərindən olması anlaşır. فَأَقِمْ وَجْهِكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللّٰهَ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا. Həqqa tapınarpak üzünü dinə, İslam'a döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Bəyyinə surəsi 5-ci ayəsinin mesajları. 1. İnsanların zövqları, arzu istəkləri fərqlidir. Möhkəm və sabit din xaliscəsinə Allaha sıxınmaqdır. Muxlisinə ləhuddin, zəlikə dinul qəyyimə. 2. Namaz və zəkatsız iman möhkəm deyil. Yuqimus salata və yu'tuz zəkata və zəlikə dinul qəyyimə. 3. Geçmişdəki inatkarlıq və təfriqələrin xatırlaması Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm və onun ardıcıları üçün bir təsəllidir. Və mə təfərrəqəl-ləzīnə illə min bə'd mə cəətuhumul bəyyinə. 4. Təvhid və Allaha xalis niyyətlə pərəstiş etmək vəhdət amilidir. Və mə təfərrəqəl-ləzīnə utul kitəbə və mə umiru illə liyəbudullah. 5. Peyğəmbərlər insanları özlərinə yox, Allaha doğru çağırırdır. Və ma umiru illə liyəbudullah. 6. Təvhid
namaz və zəkat göstərişi bütün dinlərdə olmuşdur. Və ma umiru illə liya'budullaha muxlisinə lehu'd-din hunafa'a və yuqimus salata və yu'tuz zakat. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Bəyyinə surəsinin təfsirini növbəti proqramımızda da davam etdirəcəyik. Yenidən görüşmək ümidi ilə Allaha əmanət olun.